Təmizlikdən yaşıllığa, parklardan küçələrə qədər geniş miqyaslı abadlıq işləri aparılıb. Xırdalanın siması dəyişir. Abşeron rayon icra hakimiyyətinin strukturlarına daxil olan əməkdaşların iştirakı ilə keçirilən növbəti iməclik çərçivəsində Xırdalan şəhərinin müxtəlif ərazilərində təmizlik, abadlıq, təmir və yaşıllaşdırma işləri həyata keçirilib. İməclikdən əvvəl ərazilərə ümumi baxış keçirilib, şəhərin estetik və memarlıq görüşünə xələl gətirən hallar müəyyənləşdirilərək aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Şəhərdə məişət tullantılarının daha səliqəli və sistemli şəkildə toplanması üçün yeni tullantı məntəqələri inşa edilib. Mövcud məntəqələrin əraziləri asfaltlanıb, köhnə məntəqələr təmir olunub. Konteynerlər və onların yerləşdiyi ərazilər yuyularaq təmizlənib. İməclik zamanı şəhərin bir çox ünvanlarında ağaclara qulluq və budanma işləri aparılıb. Sakinlərin rahat hərəkətinə mane olan ağac və kollar budanıb, quru otlar biçilib. Yaşıllıqların qorunması məqsədi ilə müvafiq dərmanlama işləri də həyata keçirilib. Xırdalanda yerləşən Heydər Əliyev parkında da geniş miqyaslı abadlıq işləri görülüb. Parkın ərazisi təmizlənib, rənglənmə işləri aparılıb, uşaq və idman meydançaları təmir olunub. Mövcud qurğular rənglənərək yenilənmiş şəkildə sakinlərin istifadəsinə verilib. Şəhərin ümumi görüşünə mühüm rol oynayan işıq dirəkləri də diqqətdən kənarda qalmayıb. Dirəklər yuyulub, rənglənib, zəruri təmir bərpa işləri aparılıb və gecə işıqlandırılmasının təmir olunması istiqamətində tədbirlər görülüb. Xırdalanın yollarında da cari təmir işləri aparılıb. Küçələr xüsusi texnikalar vasitəsilə yuyulub. Dekorativ divarlar və hasarlara təmir bərpa işləri görülüb, qopmuş və zədələnmiş daşlar yeniləri ilə əvəzlənib. Hasarlar şəhərin ümumi memarlıq görüşünə uyğun formada rənglənib. Parklarda və yol kənarlarında yay mövsümünə uyğun gül kollar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Abadlıq işləri yalnız Xırdalanda məhdudlaşmayıb. Rayonun Şəfəq qəsəbəsində yerləşən parkda uşaqlar üçün yeni əyləncə kompleksi və idman qurğuları quraşdırılaraq sakinlərin istifadəsinə verilir. Abşeron rayon icra hakimiyyətindən bildirilib ki, rayon ərazisində abadlıq, təmir, təmizlik və yaşıllaşdırma işləri bundan sonra da davam etdiriləcək. Mövsümə uyğun olaraq yeni yaşıllıq sahələrinin salınması və ağacların əkilməsi də diqqətdə saxlanılacaq. Xüsusilə vurğulayaq ki, görülən işlər Xırdalanın yalnız təmizliyinə yox, şəhərin ümumi görünüşünün, rahatlığının və yaşayış mühitinin daha da yaxşılaşdırılmasına hesablanıb. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.